Salam. Bugün Ceylan Mumoğlu ilə şuuraltı terapiya seanslarından sonraki təəssüratlara baxacağıq. Hə, əlimizdə iştirakçıların özlərinin yazdığı, belə deyək, WhatsApp mesajları var, terapiya nəticələri.pdf sənədindən. Düzdür. Yəni tam real, filtrlənməmiş reylər. Şuuraltı terapiya deyəndə şuurun dərinliklərinə enib oradakı inancları, hissləri dəyişməkdən gedir söhbət. Bəli, məhz elə. Gəlin baxaq görək bu mesajlarda insanlar nələrdən danışırlar, hansı dəyişikliklər olub. Hə, başlayaq. İlk olaraq nə diqqəti çəkir bu rəylərdə? Baxın, ilk gözə çarpan məqamlardan biri, deməli, insanların daxili güclərindəki dəyişikliklərdir və qorxular. Qorxular. Necə yəni? Bir neçə nəfər yazır ki, iradəm gücləndi, əvvəlki qorxularım ya azalıb, ya da tamamilə itib. Xüsusilə biri, məsələn, uzun müddət əziyyət çəkdiyi maşın sürmə qorxusunun tamamilə getdiyini deyir. Oy, bu çox maraqlıdır. Çünki belə dərin qorxular, yəni adətən asan olmur üstəsindən gəlmək. Elədir, bu artıq konkret davranış dəyişikliyidir də. Hissiyatdan çox. Həmin rəylərdə negativ düşüncələrin azalması ilə bağlı da nəsə var idi deyəsən. Sanki bir-biri ilə bağlıdır. Bəli, tamamilə. Məsələn, bir iştirakçı deyir ki, əvvəllər yol gedəndə ağlıma ancaq pis şeylər, qəza falan gəlirdi, amma indi bu fikirlər gəlmir. Deməli, düşüncə tərzi dəyişir. Məsələ. Amma təkcə bu deyil. Baxın, yuxu keyfiyyətinin yaxşılaşması, qarabasmaların bitməsi kimi şeylər də var. Bu artıq fizioloji rahatlamadır. Yuxu problemləri də həll olub yəni. Başqa? Münasibətlər barədə də deyəsən nəsə var idi. Var əlbəttə. Çox maraqlı nümunələr var. Bir xanım yazır ki, anasına qarşı illərdir içində bir negativlik olub, amma seansdan sonra bu hiss itib. Hətta onu qucaqlamaq istəyi yaranıb. Çox təsirli. Hə. Başqa biri də deyir, 5-ci seansdan sonra həyat yoldaşım mana qarşı daha diqqətli oldu. Yəni, fərdin içindəki dəyişiklik çölə də, münasibətlərə də təsir edir. Aydındır. Təsir dairəsi genişdir deməli. Hətta fiziki dəyişikliklər də qeyd olunub, məsuliyyət hissi artıb, daha hərəkətli olublar. Bir nəfər səhv etmirəmsə 4 kiloqram çəki atdığını yazmışdı. Bəli, 4 kiloqram. Bu əlaqə necədir sizcə? Psixoloji işlə fiziki nəticə biraz təəccüblü deyil? İlk baxışdan bəlkə, amma əslində məntiqlidir. Məsuliyyət hissi artanda insan daha aktiv olur, özünə daha yaxşı baxır, bu da sağlam həyat tərzinə, çəki atmağa gətirib çıxara bilər. Hə, düzdür, özünə qayğı artır. Amma məncə ən vacib dəyişikliklərdən biri öz fərqindalıqdır. İnsanlar yazır ki, artıq başa düşürəm, həyatımdakı hadisələr niyə baş verir. Təsadüfi deyilmiş. Problemlərin kökünü anlamağa başlamışam. Öz-özümə çox şeyin fərqinə vardım kimi cümlələr var idi, hə? Hətta bu fərqindəlik konkret hədəflərə də çevrilib deyəsən. Bir nəfər pul enerjisi seansından sonra maaşını 2 qat artırmaq hədəfi qoyduğunu yazır. Bu da konkret bir şeydir artıq. Elədir, ölçülə bilən bir niyyət. Rəylərdə təlimin özü, yəni metodikası haqqında da müsbət fikirlər var idi. Açıq izahlar, misallar, hətta dini istinadlar falan. Hə, bu da vacibdir. Tədris üslubunun aydın olması, xüsusilə şuuraltı kimi, necə deyim, biraz mücərrəd mövzularda iştirakçının inamını artırır. Düzdür. Və maraqlısı odur ki, bəziləri yazır ki, bu təcrübədən sonra ümumiyyətlə psixologiyaya, şuuraltı mövzularına daha ciddi yanaşıram. Öyrəndiklərimi həyatımda tətbiq etmək üçün məsuliyyət hiss edirəm. Yəni sadəcə bir təlim deyil, bir transformasiya kimi yaşanıb sanki. Bəli, elə görünür. Beləliklə, ümumiləşdirsək, bu WhatsApp yazışmaları göstərir ki, iştirakçılar, deməli, qorxulardan azad olmaq, iradə güclənməsi, münasibətlərdə yaxşılaşma, özünü dərindən anlama, hətta maddi hədəflər qoymaq kimi, yəni çox geniş bir spektrdə müsbət dəyişikliklər görüblər. Həm daxili, həm də xarici aləmdə fərqlər var. Tamamilə doğrudur. Bu paylaşılan təcrübələr, yəni subyektiv rəylər, sizdə hansı fikirləri oyadır? Əziz dinləyicilər, şəxsi inkişafda fərqli metodların effektivliyi barədə nə düşünürsünüz? Və sonda bir sual da məndən. Bu rəylər çox ümidvericidir, amma bunlar fərdi təcrübələrdir axı. Görəsən, bu cür müsbət nəticələrin arxasında duran əsas psixoloji mexanizmlər nələrdir? Və bu dəyişikliklərin qalıcı olması nədən asılıdır? Metodla, fərdin özündən, yoxsa hər ikisindən?
Bu həqiqətən üzərində düşünməyə dəyər bir sualdır.